Salamlar, sayğılar əziz dostlar. Bu cələsə bir tikə mahur muğamının amuzuşuna başlayıram. Bu muğamı eləyə bilərsiniz. Bu havalar iki fa kökündədir. Məsələn, ruhani, cəlili, incəgülü və çox havalar iki kökləri fa kökündədir. Bunların əvvəlində bünvanı pişdəramət çala bilərsiniz. Kökümüz fa kökündədir. Tionerlə kökləyən dostlarımız az simlər bu halətdə. Orta simlər və üst simlər. Fa köküdür. Əvvəl bölümün, yəni bu cələsənin çalğısını çalıram, sonra başlayaq mizrab və mizrab amuzuşa. Bu çalğısı idi. Başlayaq indi amuzuşuna. Tikə bə tikə və mizrab bə mizrab örgəşək. Əvvəl 4 mizrabımız bu halətdədir. Mizrabların hamısı rastlı mizrabdır. Yəni üstdən yenişə vururuq. Əvvəl dodadır. Yenirik re. Yenirik mi. İkinci barmaq fa. Bəs notlar oldu. Do, re, mi, fa. Bu halətdə müntəh səri çalacağıq. Do, re, mi, fa. Axır fadan sonra biri az məşq edirik. Sonra bir dənə orta simə vururuq. Do, re, mi, fa, es. Es'dən də mənzurum. Orta siməki mizrab vururuq, budur, ya fa. Do, re, mi, fa, es. Bu halətdə oldu. İdaməsində yenə bir dəfəndə do, re, mi, fa-nı çalırıq. Bəs bir dəfən do, re, mi, fa çaldıq. Bir dənə orta simə vurduq. Dubara bir dənə də do, re, mi, fa çaldıq. Aram ritmini çalırıq. Es. Bu halətdə oldu. Solfeji bu halətdə olur. Do, re, mi, fa, es, do, re, mi, fa. Axır do, re, mi, fa-nı çalandan sonra düşürük bu tikiyə.